Çox sağ olun, hörmətli cənab sədr, hörmətli millət vəkilləri. Mən də dünən hərbi hissədə baş verən hadisələrlə bağlı doğmalarını itirmiş ailələrin hamısına başsağlığı verirəm. Və həmkarlarımla fərqli olaraq bunun hansısa istintaq qrupu tərəfindən tədqiq olunmasını yox, mart ayının 15-də hökumətin hesabatı zamanı Müdafiə Nazirinin Milli Məclisdə hesabat verən hökumət nümayəndələrinin içərisində olmasını istəyirəm. Əvvəla ona görə ki, hökumət təkcə sosial-iqtisadi sahədən ibarət deyil, həm də digər sahələrdir. İkinci bir tərəfdən isə bu Azərbaycan ordusunda ilk hal deyil. Bir neçə dəfə bununla bağlı məsələ olub və hər dəfə də təəssüflər olsun ki, istintaq aparılarkən yalnız hadisəni törədənlər cəzalandırılıb və yaxud da ölüm özünə də qəsd etdiyinə görə hadisə bu zəmində bağlanılıb. Hadisəni doğuran şərait, hadisə nədən doğub, bunu niyə bu həddə çatdırıblar, əskər niyə bu vəziyyətə gəlib çıxıb, niyə orduda psixoloji durum bu vəziyyətdədir, bu sualların cavabına heç bir istintaq qrupu cavab verməyib. Ona görə də hesab edirəm ki, hökumətin hesabatı zamanı Müdafiə Naziri burada olmalıdır, millət vəkillərinin də suallarına cavab verməlidir və ordudakı vəziyyətlə də bağlı məsələyə aydınlıq gətirməlidir. Bu məsələnin birinci tərəfidir. İkinci, burada Türkiyə ilə viza məsələsinə çox toxunuldu. Mən qətiyyətlə etiraz edirəm bugün İranla və Türkiyə ilə viza rejiminin aradan qaldırılmasına. Ona görə ki, həm Türkiyədə, həm İranda Azərbaycanı sevməyən, Azərbaycana qarşı separatçı xəttlə işləyən, Azərbaycanın ərazi bütövlüyünə qəsd edib burada separatçılıq əməli törətmək istəyən kifayət qədər qruplar var ki, o qruplar səmimi türk, bizlə eyni soydan olan türk vətəndaşları ilə yanaşı bu vizasız rejimdə Azərbaycana gələcəklər, Azərbaycan dövlətinin əleyhinə geniş çeşiddə iş aparmaq imkanı əldə edəcəklər. Hesab edirəm ki, bu hələlik çox tezdir. Bu məsələyə Azərbaycan hökuməti açıq münasibət bildirməlidir. Türkiyədə və İranda bu məsələlər öz həllini tapmayana qədər Azərbaycan tərəfinin bu məsələdə tələskənliyə yol verib vizasız rejimə keçməsi, xüsusilə də burada səsləndi Naxçıvanda bu məsələlərə rəvac verilməsi heç yol verilməzdir. Mən bir məsələni də istəyirəm diqqətinizə çatdırım. Çox istərdim ki, bugün ilk çərşənbə günüdür, çərşənbə axşamıdır. Qiymətlər Azərbaycanda sürətlə artır. Hökumətin buradakı hesabatına qədər Milli Məclis səlahiyyətlərindən istifadə edib müvafiq qurumlara elə tövsiyələr versin ki, ən azı Novruz bayramına qədər qiymətlərin süni sürətlə şişirdilməsinin qarşısı alınsın. Bugün hələ Novruz bayramının havası indi gəlib çatır, qiymətlər fantastik dərəcədə qalxır. Artıq bir neçə faiz qiymətlərin artımı ilə bağlı mətbuatda kifayət qədər məlumat gedib. Hesab edirəm bu, hökumətin buradakı hesabatına qədər tənzimlənməlidir. Çox sağ olun.